Ermənistanı öz imperialist maraqlarına alət edənlər birdəfəlik anlamalıdırlar ki, Şərqi Avropada və Yaxın Şərqdə oynadıkları oyunlara Azərbaycan xalqının və dövlətinin qarnı toxdur. Bu sözləri Qərbi Azərbaycan icmasının sədri millət vəkili Əziz Ələkbərli deyib. Bildirib ki, bəzi ölkələr Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar. Bu günlərdə mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini yenidən irəli sürən ABŞ-nin Dini Azadlıq Komissiyasına xatırlatmaq istərdik ki, belə bir missiyanın öz dini tolerantlığı ilə dünya örnək olan Azərbaycana deyil, etnik və dini mənsubiyyətinə, Azərbaycanlı və müsəlman olduğuna görə Qərbi Azərbaycandakı ata-baba yurtlarından sonuncu nəfərinə qədər qovulub çıxarılan indiki Ermənistana göndərmək lazımdır. Və dini azadlıq pərdəsi arxasında gizlənmiş bu qurum yaxşı olar ki, hesabat verəndə son 35 il ərzində indiki Ermənistanda dağıdılmış 300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbristanlığı barədə də hesabat versin. Millət vəkilləri Almaniya prezidentinin sosial şəbəkə hesabındakı paylaşımına da münasibət bildiriblər. Almaniya prezidentinin sosial şəbəkələrində bir paylaşım edilmişdi Azərbaycanın əleyhinə olaraq və sonradan bunun texniki səhv olaraq olduğu qeyd edilmiş və bu silinmişdi sosial şəbəkədən və sonradan Almaniya tərəfi Azərbaycana müvafiq məktubla müraciət edərək üzrxahlıq etdiyini bildirmişdi. Təbii bu bizim ölkəmizin, onun liderinin, xalqımızın gücünü, siyasi çəkisini göstərir və ümumiyyətlə Azərbaycanın tərəfdarları, Azərbaycanın partnyorları başa düşməlidirlər ki, Azərbaycan suveren ölkə olaraq bu kimi diqqətsizliklərə qarşı çox həssas yanaşır. Həmin Almaniyanın Deutsche Welle kanalında, məşhur kanalda bildiyiniz kimi bir neçə gün bundan öncə bizə qarşı bir təxribat xarakterli sənədli film də yayımlanmışdır və hesab edirəm ki, həmin o sənədli filmlə də bağlı müvafiq addımlar atılmalıdır. Millət vəkili Naqif Həmzəyev isə sahibsiz heyvanlarla bağlı bir sıra problemlərə diqqət çəkib, bildirib ki, sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır. Son bir ildə təkcə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardıma xidmətinə müraciət edilibdir. Bu rəqəm sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir. Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır. Problemi təsvir etmək üçün qeyd edim ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım alınmır. Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sahibsiz heyvanların sakinlər üçün ciddi problemlər yaratdığına şəxsən şahidlik etmişəm. Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır. Sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır və ya sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmalıdır deyə deputat vurğulayıb. Şəhla Poladova, Üzeyir Ağayev, Xəzər xəbər.